Uzatsalar prosesi, referenduma getməsələr, yəni müxalifət dirəniş göstərsə, Paşinyanın referendum keçirməsinə əngəl olsa, birincisi çıxış yollarından biri kimi parlamenti buraxıb yeni seçkiyə getmək qalır. İkinci bir tərəfdən də çox güman ki, Paşinyan Köçəryanı da, Karapetyanı da çağırıb danışmalı olacaq ki, yəni hər şeydə müxalifətçilik eləyirsiniz, qarışmıram. Amma bu referendum məsələsində daşı ətəyinizdən tökməyə məcbursunuz. Onlar Paşinyanın dediyini eləməz. Eləməyəcəklər. Eləmək həm də keçirməsinə mane olacaq. Həm də onlara Moskva izin verməyəcək. Əlbəttə. Çünki Moskva istəmir ki, bu sülh müqaviləsi bağlansın. Hətta Moskva istərdi ki, sülh müqaviləsi adı altında bir sənəd imzalansın. Moskvanın iştirakı ilə, birbaşa vasitəçiliyi ilə və oraya Rusiyaya aid bəndlər salınsın. Ki, Rusiya sabah ondan bizə qarşı, Ermənistana qarşı istifadə eləsin. Biz də buna gedərikmi? Getməyəcəyik. Reallıq odur ki, paraflanmış ortada bir sülh müqaviləsi var. Onu dəyişdirmək olmaz. Dəyişdirmək olmaz. Və Azərbaycanın da şərtləri var. Ona görə mən düşünürəm ki, bu prosesdə ola bilsin ki, Azərbaycan Ermənistana hansısa məsələlərdə demirəm güzəştə gedəcək, güzəştə ediləcək heç nə yoxdur. Ərazi bütövlüyümüzdən necə güzəştə gedə bilərik? Amma ola bilsin ki, bir çıxış yolunu Azərbaycan təqdim eləsin onlara, təklif eləsin. Mümkündür. Məsələn. Təcrübə var, Azərbaycanın öz təcrübəsi var. Bilirsiniz, biz ən çətin vəziyyətlərdən çıxmış bir dövlətik də, yəni hətta ağla gəlməyən şeyləri etməyi bacarmış dövlətik. Ola bilər Ermənistana hansısa variantlar təklif olunsun, hətta belə bir variant təklif oluna bilər ki, Ermənistan sülh müqaviləsini imzalayır, üzərinə öhdəlik götürür ki, tutaq ki, məsələn, qarşıdakı bir il ərzində referendumu keçirib konstitusiyanı dəyişir. Qutardı getdi. Çünki indi Paşinyanı qoruyacağıq.